Salam. Güvən nəşrlərinin 6 aprel tarixində keçirilmiş olduğu sınaq imtahanından olan ingilis dili suallarına baxaq 9-cu siniflər üzrə. Kanala abunə olmamısınızsa, abunə olmağı unutmayın. Çünki apreldə olacaq 9-ların imtahanı üçün çox faydalı videolar gələcək. Həm esse tipli yazılar üçün, həm də short tekstlər üçün. Ona görə də abunə olmağı unutmayın. Və bu arada kanalın bu videonun şərh bölməsinə PDF yazan hər kəsə bu sınağın həm PDF-ini, həm də MP3-ünü göndərəcəm. Siz də bunu işləyə bilərsiniz. Əgər imtahanda iştirak etməmisinizsə, mütləq işləyin testi, daha sonra izaha baxın, əgər imtahanda iştirak etməmisinizsə. Başlayaq. Deməli, dinləmədən başlayaq. Birinci sualda doğru variant olacaq D variantı. İkinci sualda doğru cavab olacaqdır A variantı. To travel and speak about slavery and equal rights. Suala cavab budur. Üçüncü sualda doğru variant olacaqdır Y variantı. 4-də 1 false. Çünki o azad doğulmamışdı. Burada azaddı, amma orada qul kimi doğulduğunu deyildi. 4-ün ikincisində olacaqdır true, yəni düzgün. 3-də true. 4-də isə deməli stop deyir, amma orada keep deyirdi. Yəni kept daha doğrusu. Ona görə 4-də false olur. Bu şəkildə. Keçək qrammatikanın izahlarına. Bir saniyə. Aha. Qrammatikada 15-ci sual. Uşaqlar öyrədilir müəllimlərinə və valideynlərinə. Deməli 15-də doğru cavab olacaqdır. Bir saniyə, səhv getdik. 5-ci sualdan başlayaq, sorry. 5-ci sualda deməli, mən gördüm, bir qartal gördüm. Sayıla bilən tək isimdir, qarşısında ən olar. Ona görə də bunlar gedir. Sağ tərəfdə isə fish var. F-dən başlayır, bura ən qoymarıq. Ona görə doğru cavab olur A variantı. Keçək 6-cı suala. 6-cı sualda isə deməli, burada but var. Batdan bilirik ki, bir tərəf inkar tipində olmalıdır. Məsələn, B-ni düşünsək, was old. Təzad bildirən bir şey yoxdur. Bata görə əks bir şey olması lazım idi. B gedir, Y-də eyni qayda. D-də nədir problem? D-də eyni qayda. İkisi də inkardır, amma but var. Bir tərəf fərqli olmalı idi. A variantında every of ifadəsi yoxdur. C-də düzgündür. Deməli, bütün uşaqlar imtahanı keçdi. Amma heç biri yüksək qiymət ala bilmədi. Elə məna baxımından C düz gələcək. Yəni, qrammatik qayda baxımından belə deyək. 7-ci sualda so do I, neither do I cümləsində ardı, təsdiqə təsdiq, inkara inkar idi. Tom həzz alır. Mən də həmçinin deyəcəyik. Təsdiqə təsdiq. İnkarları ataq getsin. A-da inkardır. Bu cümlənin sualı nə ilə düzəlməlidir? Do does-la düzəlir. Ona görə biz do does axtarmalıyıq. Yəqin ki, aydındır. Cavab Y variantı. 8-ci sualda deməli doğru cavab nədir? Baxın, uzun cümlə kimi görünür, zaman uzlaşmasıdır, biraz qarışıq görünür, amma rahat yolunu sizə deyim. Uzlaşma bilirik ki, eyni zamanda olmalıdır. Yəni keçmişlə indiki uzlaşmır. A-da et keçmiş, rings indiki gedir. C-də is indiki rəng keçmiş. Y-də et keçmiş, is indiki. D-də have indiki rəng keçmiş. Cavab B variantı doğru cavabdır. 9-cu sualda bizdən pasiv cümləyə çevirməmizi istəyir aşağıdakını. Baxaq, she wrote. Keçmiş sadə zamandır. Keçmiş sadə zamanın pasivi necə idi? Was, were, plus, were belə yazaq, plus fe'l 3 lazım idi. Deməli, biz aşağıda was, were, fe'l 3 axtarırıq. B-də was, were yoxdur. C-də yoxdur. Qalırıq digərləri arasında. Aha, digərləri arasında. Nə demişdik? Cümlə she-dən başlayırsa, aşağıdakı cümləmiz she-dən başlamaz. Çünki passive voice-də mübtəda tamamlıq mübtəda vəzifəsində olmalı idi. Yəni, novel başa gəlməlidir. A da gedir. D, Y arasında qalanda novel təkdədir, were olmaz. Cavab nə qaldı? 9-da D variantı. 10-cu sualda it's cold outside. Çöldə deməli soyuqdur. Sən jaketini soyuqdursa neyini yərsən? Geyməlisən. Yəni, təsdiq bir şey qoyarsan. A, D, C hamısı inkardır. Y-də outun to'su yoxdur. Cavab B variantı. Qrammatik cəhət istəsəniz necə eləyə bilərsiniz? Have-in to'su belə deyim. Haven't-dan düzəlmir not. Ona görə A gedə bilər. İndiki zamandır, kult keçmiş zamanda olmaz. Bu şəkildə də tapmaq mümkündür.
İzahları bir-bir verməyə çalışıram ki, tam aydın olsun. Çünki 9-da oxuyursunuz və siz bu ay imtahan verəcəksiniz. İzahlara diqqətli qulaq asmanız tövsiyə olunur. 11-ci sualda disjunctive question'dır. Weren't var. Deməli, təsdiq olmalıdır. Rahat yolunu göstərim sizə. Cümləmizdə were verilib, xəbər. Cavab o tərəfdə were istifadə olunmalıdır. A-da are var. Do olmaz. Did olmaz. Qalırıq ikisi arasında. You weren't at the party last night. Were you? Təsdiqə inkar, inkara təsdiqdir. Yəni 11-də Y variantı olur. 12-ci sualda yəqin ki, hamınız bilirsiniz. Deməli, necə idi bu da vəziyyət? Waiting for-la istifadə olunur hər zaman demişdik. Yəni cavab 12-də C variantı. 13-də mən I will wait here until you return. Sən qaydana dək qədər səni gözləyəcəm deyirəm. Until qədər deməkdir. Or yaxud so, ona görə də belə ki, but amma because çünki. 14-cü sualda deməli belə. To be sifət plus to-lu feil olur. It is difficult to learn. Məsəl üçün, it is difficult to come. Yəni, bu da to-lu feil lazımdır. Bu qaydadır. 15-ci suala baxaq. Deməli, 15-ci sualda uşaqlar öyrədilir valideynlərinə və müəllimlərinə icazə vermək, razılaşmaq, xatırlatmaq, gözləmək, hörmət etmək öyrədilir deyərsən. Yəni, C variantı olur. Invent, ixtira etmək 16-cı suala baxırıq. Yəni, nə etmək? To create something new. Nəyəsə yeni bir şey yaratmaq, düzəltmək. Yəni, 1-ə B gedir. Prevent, qarşısını almaq deməkdir. To stop something from happening. Nəyəsə baş vermədən əvvəl qarşısını almaq. Repair, təmir etmək. To fix, təmir etmək görəndə 1B, 2A və 3C cavab D variantı. 17-ci sualda aşağıdakı sözün altına xətt çəkilmiş creation sözünün nəyini istəyir? Close meaningini, yəni yaxın mənalısını istəyir. Loss itkidir. Failure itki uğursuzluqdur. Distraction korlanmadır. Creation əsərdir. Sənət əsəri. Masterpiece, work. Cavabımız nə oldu? 3 və 5. Keçək digər suallara, short tekstlərə. Bu yaxında yenə videolar gələcək. Əvvəlki videoları yəqin izləmişsiniz. Yeni videolar gələcək. Mütləq abunə olub bildirişləri açın ki, faydası olsun və məlumatlı olasınız. 18-ci sualda deməli, Salam David yazıb, aşağıda Best Emily yazıbdır. Deməli, yazan bunu Emily'dir. Cavabımız burada olur Y variantı. Nədir? Emily David'ə deyir öz yeni işi haqqında. Cümləmizi oxumağa çalışaq. I just wanted to let you know that I got my new job. Mən də istədim sənə deyəm ki, yeni bir iş almışam. I am really excited. Çox həyəcanlıyam. Çünki bu mənim xəyalımdakı işdir. Deməli, Emily həqiqətən də David'ə öz yeni işi haqqında dedi. Doğru cavab Y-dir. Digərləri yanlışdır. Elə doğru üzərindən bunları gedək. 19-da deməli bizdən düzgün cavabı soruşacaq. Düzgün cavabı yuxarıda deyir onsuzda. Choose the correct statements demişdi. Deməli, C-də nə deyir? Students can try lesson for free before paying. Ödəmədən əvvəl pulsuz dərs deməli götürə bilər deyir. Doğrudur. Deməli, bunu hardan bilirik? Baxaq. Sign up today. Bugün deməli gəl nə deyir? Qeydiyyatdan keç deyir. And get a free trial lesson. Yeni bir, yəni praktiki dərs al, free, pulsuz dərs al. Deməli, C doğru variantdır. Bu arada, əziz abituriyentlər, imtahan verəcəksiniz apreldə. Bu sınağı işləyin mütləq. İşləməmişsinizsə PDF-i görməniz lazım. Mütləq şərhə unutmadan PDF yazın. Mən sizə gün ərzində PDF-i təşkil edəcəm. Yəni, mütləq işləməniz lazımdır. 20-ci sualda isə deməli, D variantına baxaq. The swimming pool is free for everyone on Sunday. Bazar günü üçün, deməli, hər kəs üçün pulsuzdur. Baxaq. Join us on Sunday. Bazar günü bizə qoşul. At 10 AM saat 10-da qoşul. Entry is free on the first day. İlk gün, yəni bu bazar günü pulsuzdur deyir. Deməli, cavab D oldu. Yanlışlara dəymirik. Yəni, vaxta görə sizə qaranlıq qalan hansısa variant varsa, şərhə baxın. Ən qısa zamanda mütləq sizə cavab yazmağa çalışacağım. Narahat olmayın. Amma məncə bunları siz bilərsiniz. Çünki doğru cavabı deyəndə zaten yanlışlar bəlli olur. Keçək mətn suallarına. 21-ci suala baxaq. Mətn əsasən nə haqqındadır? Mətni bu da oxuyub tərcümə etməyə yəqin ki, ehtiyac yoxdur. Y variantına baxaq. The natural
features and culture of Australia. Avstraliyanın deməli təbii nəyi, özəllikləri və mədəniyyəti, yəni təbii xüsusiyyətlərindən söhbət getdi. Doğru cavab elə birbaşa Y oldu. 22-də bizdən nəyi soruşur? False variant, yəni yanlış variantı istəyir. B-yə baxırıq. Sydney Avstraliyanın paytaxtıdır. Tamamilə yanlışdır. Yuxarı baxaq. The capital city of Australia altına xətt çəkirəm is Canberra, but it is deməli the city is Sydney. Deməli, paytaxt şəhəri Canberra'dır, amma ən böyük şəhəri Sydney'dir. Burada nə soruşdu? Yanlış soruşdu. Capital deyil Sydney. Ona görə B oldu. 23-də Great Barrier Reef-i nə xüsusi edir? A-ya baxırıq. O ən böyük deməli Coral Reef-dir, mərcan qayası olmalıdır. Bir saniyə. Aha. Cavab A variantı olacaqdır. Həmin hissənin mətnində sizə göstərim. It is the largest coral reef system in the world. Yəqin ki, aydındır. 24-cü suala baxaq. 24-cü sualda deməli aboriginlər Avstraliya deməli aboriginləri yaşayan insanlar nə edirlər? Still practice their traditions and art. Öz incəsənətlərini və ənənələrini hələ də təcrübə edirlər. Yəni davam etdirirlər deyək. Baxın, həmin hissə, baxın burada var. They have their own traditions, music and art. Many Aboriginal people still practice their cultural heritage today. Yəni bu gün onlar mədəni irslərini hələ də davam etdirirlər tipində bir cümlədir. Yəni nə oldu? Cavab 24-də A oldu. 25-də doğrunu soruşur. Doğrunu. 1 və 4-dür. Yanlışı sizə göstərəcəm. 2-yə baxırıq. Outback meşələrlə örtülüb. Yalan söhbətdir. Baxaq. Outback burada idi. Deməli, is a large dry area that covers much of the country. Yəni, quru bir yerdir, səhra tipində bir yerdir. Ona görə deməli, meşə deyil, 2 getdi. 3 isə ilk dəfə aboriginlər 1900-cü illərdə gəldi, çatdı. Bu da yanlışdır. Cavab bura 1 və 4 yazırıq. Niyə yanlışdır? Çünki aboriginlər, həm burada 1900 söhbət yoxdur, həm də ki, oranın yerli xalqıdır. Thousands of years, minilliklərlə il əvvəllərdən, yəni burada yaşayırlar. Öz sinif yoldaşlarınızla da videonu paylaşsanız minnətdar olaram, çünki onlara da faydası olar. Və gəldik writing-ə. Writing-i bura mən yazmaram. Siz yazmısınızsa, şərh bölməsinə yazan imkan daxilini cavablamağa çalışacağım. Olduğu kimi yazsanız yaxşı olar ki, səhvlərinizi düzəldə bilim. PDF-ə çevirdim deyə şəkil biraz qaranlıq düşdü. Heç şəkili tam görə bilmədim mən də, amma görünən odur ki, 2 qız babasından yəqin ki, nəsə əkir. Keçi də var burada gördüyünüz kimi. İkincidə keçi nəsə görə qaçır, qapıdan gedir. Üçüncüdə qapıda örtüldü və qızlar gülü əkməyə davam edirlər. Belə bir şəkildir. Ümid edirəm ki, yazmışsınız. Esse tiplərindən bağlı videolar paylaşmışam kanalda. 9-lar mütləq onları izləsələr çox faydası olar. Görəcəksiniz özünüz. Çünki nələri etmək lazımdır, necə yazmaq lazımdır, zərrə, nöqtə izah vermişəm. Ümid edirəm ki, faydasını görürsünüz. Belə əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu. Bütün imtahanlarda sizə bol-bol uğurlar olsun. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun.